İmam Rıza Aleyhisselamın doğum günü, Mövlud günüdür. Hər birinizi bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Allah bu dünyada İmam Rıza Aleyhisselamın o səfalı qəbrinin ziyarətindən, qiyamət günü o həzrətin şəfaətindən bizi məhrum eləməsin inşallah. Hamınızı təbrik edirəm. İmam Rıza Aleyhisselam deyəndə bizim yadımıza əsas nə düşür? İmam Rıza'nın ən əsas xüsusiyyəti nədən ibarətdir? Bunun üzərində düşünmək lazımdır, mən düşünürəm. İmam Rıza deyəndə hansı xüsusiyyəti qabarır gözümüzün qarşısında? Biz bəzən deyirik ki, o qərib imamdır. Öz vətənindən uzaq düşüb, başqa bir yerdə doğulub, Mədinədən gəlib, Xorasanda dəfn olunub. O qərib imamdır. Bəli, onun qəribliyi müəyyən mənada var ki, yəni bir insan doğulduğu yerdən kənardadırsa, o qərib sayıla bilər. Amma daha dərindən baxanda, heç başqa imamlara baxanda, öz vətənində qərib olan imamlarla müqayisədə heç o qədər, yəni bizim başa düşdüyümüz anlamda qərib də deyil. Bizim başa düşdüyümüz mənada qəribliyi ki var, o biz demirik, qərib əl-qurəba deyirlər İmam Rıza Aleyhisselama. Onun səbəbləri var, qəribliyinin mahiyyəti nədir? Və yaxud da məsələn, Peyğəmbər ailəsinin alimi deyərdilər ona. Alimi Ali Muhammed deyərdilər İmam Rıza Aleyhisselama. Yəni Peyğəmbər ailəsinin alimi o zaman belə bir ləqəblə məşhur idi. Halbuki bu da İmam Rıza'nın xüsusiyyəti deyil. İmam Rıza alim idi şübhəsiz. Bütün imamlar alim idi. Amma onların əsas xüsusiyyəti bu deyil. Onun imamətini bəzən örtbasdır eləmək üçün bu adı qoyurdular. Bəzən müxaliflər bu adı qoyurdular onların üzərinə ki, o imamətini, o həqiqətini inkar etmək üçün başqa-başqa, hamıda olan alimlik elə bir şeydir ki, çox adam, məsələn İmam Sadiqlə bağlı indi mən eşidirəm oradan-buradan, alim olub da, alim olub məsələn. Əslində, alim olub deməklə faktik olaraq onun dəyərini azaltmaq istəyir. Bəli, imamlar alim olub, şübhəsiz, amma ancaq alim olmayıb. Tərifləyir, deyir, hə, yaxşı olub, alim olub, filan adamlara dərs deyib. İmam Rıza Aleyhisselamın da ən başlıca xüsusiyyəti mən deyərdim, tam qətiyyətlə deyərdim ki, onun vilayət təbliğatçısı olmasıdır. Onun imaməti çatdırmasıdır. Mən deyərdim ki, imamlarımızın içində az imam olar ki, onun kimi qətiyyətlə, izzətlə imamət və vilayət mövzusunu gündəmə gətirsin. İmam Rıza Aleyhisselam öz zamanında böyük bir qüdrətə malik idi. Harun Ər-Rəşidi eşitmişsiniz də, tanıyırsınız. Harun Ər-Rəşid Bəni Abbasın, Abbasi xəlifələrin içində ən qüdrətlilərindən biri idi. Səltənəti çox böyük idi, hökuməti böyük idi. İndinin özündə Bağdada gedəsən, deyirlər, bu Harunun qəbridir, anasının qəbridir. Yəni, hansısa bir xəlifənin anasının qəbrinin bugünəcən yaddaşlarda qalması onu göstərir ki, bu öz zamanında, yəni xilafət Bəni Abbasın, Abbasilər xilafətinin içində, xəlifələr içində ən qüdrətlilərindən biri idi. O qədər gücü var idi ki, İmam Musa Kazımı şəhadətə çatdıra bildi. Yəni, onu elədi və gəlib dedilər ona ki, İmam Rıza hər yerdə imaməti təbliğ eləyir. Qarşısını almaq istəmirsən, imamətdən, vilayətdən danışır. Bir dedi ki, mən Musa ibn Cəfərin öldürülməsi mənə bəsdir. Mən bir daha bu ailəyə yaxın düşə bilmərəm. Onun qanına əlimin batması mənə bəs eləyir, mən ona yaxın düşə bilmərəm. İmam Rıza'ya da dedilər ki, sən Harundan ehtiyat eləmirsən, bu cür açıq sən imaməti təbliğ edirsən. Bilirsiniz, İmam Musa Kazımı şəhadətə çatdırmaq asan məsələ deyildi. İmam Sadiq Aleyhisselamın bütün tələbələri İmam Musa Kazımın yanındaydı. Biz elə bilirik ki, ondan sonra həmin o tələbələr, onu bacaran adam dedi ki, mən ona toxuna bilmərəm. Buna toxunmaq mümkün deyil. İmam Rıza'ya da dedilər, sən Harundan ehtiyat eləmirsən, bu cür açıq imaməti təbliğ edirsən, vilayəti təbliğ edirsən. İmam Rıza Aleyhisselam dedi ki, Peyğəmbərimiz Həzrəti Rəsulullah dedi ki, əgər Əbu Ləhəb mənə başımdan bir tük əski eləyə bilsə, onda mən sizin Peyğəmbəriniz deyiləm.
Əbu Ləhəb mənə bir zərrə ziyan vura bilsə, mən də sizə deyirəm, əgər Harun mənə bir dənə zərrə qədər ziyan vura bilsə, mən sizin imamınız deyiləm. Bu qədər inamla, qətiyyətlə insanlar içində imaməti, vilayəti təbliğ elədi. Allah ona zahirən də böyük izzət vermişdi. Məmun onu məcbur olub saraya gətirdi ki, belə bir görüntü yaratsın ki, bu, yəni, mənimlə həmkardır, onu öz nəzarətində saxlasın. İmam Rıza əleyhissalam qədəm qoyanda, saraya daxil olanda, məmuna dedi ki, elə bilmə ki, məni bura gətirməklə izzətimi artırmısan. Dedi, mən Mədinədə öz minimə minib yol gedəndə bir kağız parçasına bir dənə hökm yazırdım, o hökmü bütün İslam dünyası əməl eləyirdi. Mənə burada, sənin bu sarayın mənim izzətimdən nəyisə artırmayıb. Mənim izzətim var idi, sən istəyirsən o izzəti özünküləşdirəsən. Sənin məqsədin budur. Onun hədislərinə baxın, heç bir imam deyərdim ki, bu qədər rahat və qətiyyətlə vilayət mövzusunu qabartmayıb. Mən indi bir hədis var idi, mən istədim onu yazım, sizə oxuyum. Sonra gördüm uzun çəkəcək deyə yazmadım. Yəni, məşhur bir hədisi deyirəm ki, hamınız bilirsiniz. Bunu deyirəm, amma o nəzərdə tutduğum hədis, yəni bir bu niyə deyirəm? Elə düşünməyin ki, imamət haqqındanca bir yerdə danışıb. Hədis kitablarına baxın, İmam Rızanın imamət haqqında sözləri kifayət qədər qətiyyətli, tam sözlərdir ki, o bir imamlarda o şərait olmayıb. İmamət məsələsini belə qabartsınlar. Onlardan biri də bu bildiyiniz məşhur bir hədisdir, Silsilətüz Zəhəb hədisidir ki, bunu eşitmişsiniz, amma bugünkü vilayətdən söz düşdü, buna işarə edib və sözümü yekunlaşdırmaq istəyirəm. Təsəvvür eləyin ki, gətirirlər İmam Rızanı Mədinədən və elə yollarla aparırlar ki, hər yerdə də nəzarət edirlər bütün görüşlərinə. Nişapura çatanda səs yayıldı ki, İmam Rıza gəlir bu şəhərə. Bu məsciddə indi burada toplaşan adamlardan neçə dəfə artıq, bəlkə də məsələn 10 minlərlə adam toplaşıb, qələm əlində oturub ki, bəlkə bir söz desin, onu qeyd eləyək İmam Rıza. İmam Rıza da əzəmətlə Kəzavərin üzərində gəlir və insanlar da oturub gözləyir ki, indi nə deyəcək. Deyir, dayanır, Kəzavənin pərdəsi çəkilir, İmam Kəzavənin üzərindən bu sözü deyir, bir neçə cümlə sözü deyir və sonra yoluna davam edir. Hamı gözləyir ki, nə deyəcək? Bu, bir dəyərli bir hədis deyəcək, eşitmədiyimiz bir sözlə danışacaq. Bunu həmin məşhur hədisi deyir. Deyir, mən atam Musa ibn Cəfərdən, o, atası Cəfər ibn Muhamməddən, o, atası Muhammed ibn Əlidən, o, atası Əli ibn Hüseyndən, o, atası Hüseyin ibn Əlidən, o, qardaşı Həsən ibn Əlidən, o, atası Əli ibn Əbu Talibdən, o, qardaşı Peyğəmbərdən, Peyğəmbər də Cəbraildən, Cəbrail də Allahdan nəql eləyir ki, Allah buyurur, kəlimətü la ilahə illallah hisni, fəmən dəxələ hisni, əminə min əzabi. Allah deyir ki, la ilahə illallah kəlməsi mənim qalamdır, kim bu qalaya daxil olsa əzabımdan amandadır. Cəmaat baxır ki, elə bunu ki biz eşitmişdik. Çox eşitmişdik. Biz dayanmışıq, qələm əlimizdəki görək bu nə danışacaq, bu bunu dedi. Tohidin, elə Peyğəmbər dəvətə başlayanda dedi, qulu la ilahə illallah tuflihu, deyin la ilahə illallah nicat tapın. Dəvə biraz hərəkət elədi, gördülər, dayandı. Dayandı, dedi, bi şərtihə və şurutihə, amma onun şərtləri var və ənə min şurutihə və mən onun şərtlərindən biriyəm. Bunu dedi və yoluna davam elədi. Dedi ki, Tohidin şərtləri var, Allaha getməyin şərtləri var, onlardan biri də mənəm. Bunu dedi və getdi. Bu hədis kifayət qədər sadə, amma dolğun bir hədis idi. İnsanlara silsilətüz zəhəb niyə deyirlər bu hədisə? Qızıl silsilə. Allaha gedən yolu, ipi anlatdı ki, hardan gedin? Bu asan məsələ deyildi. O cəmaat da orada toplaşmışdı. Onlar Əhl-i-Beyt məktəbinə aid deyildi çox. Onlar Əhl-i-Beyt məktəbinə aid adamlar deyildi. O silsiləni xatırlatdı. Tohidi deyən kimi dedi, mən tohidin şərtiyəm. Bu balaca iddia deyil. İndi imamət haqqında cild kitab yazılıb bizə adi gəlir ki, hə, imamətsiz tohid olmaz. Bu özünə deyir ki, Allaha inanmağın şərti mənəm. Bu sözü İmam Hüseyin cürət eləyib Kərbəlada deyə bilmədi.
İmam Hüseynin xutbələrinə baxın. İmam Hüseyn demir, mən sizin imamınızam, deyir, mən sizin peyğəmbərinizin oğluyam. Mən xanım Fatimə Zəhranın oğluyam, mən Xədicə Kübranın oğluyam, mən cənnət cavanlarının ağasıyam. Mən cavan vaxtlarımda oxuyanda öz-özümə təəccüb edirdim ki, İmam Hüseyn ancaq belə tanıtdırır özünü. Niyə? Çünki o cəmiyyət imamət anlamaq gücündə deyildi. İmam Hüseynin deyir ki, gəldilər İbn Abbasdan məsələ soruşurdu biri. İbn Abbas da İmam Hüseynlə oturmuşdu. İmam Hüseyn cavab vermək istəyəndə dedi İmam Hüseynə ki, bir nəfər. Dedi, sən deyən mən görürsən ki, İbn Abbasdan soruşuram. Belə bir qərib idi İmam Hüseyn əleyhissalam cəmaatın içində. Elə bir vəziyyətdə idi. İmam Rıza əleyhissalamın zamanında bir yerə gəlib çata bilir ki, bu balaca söz deyil. Tohidin şərti mənəm. İttəqullah və əti'uni. Peyğəmbərlərin hamısı bunu deyib. Allahdan qorxun və mənə itaət edin. Və dava bu ikincinin üstündə olub. Mənə itaət edin deyəndə cəmaatın belə deyək də davası başlayıb peyğəmbərlərlə. Peyğəmbərlər cəmaata desəydi Allaha ibadət edin, heç kəsin onlarla işi yox idi. Bunu çox danışmışıq. Vilayət məsələsidir ki, deyəndə ki, bir insana itaət elə insanın içində olan bütün çirkinliklər üzə çıxır. İmam Rıza əleyhissalam bu fürsətdən yararlandı. Məmun istədi onun nüfuzdan salsın. İmam Rıza bilirsiniz nə iş gördü? İmam Rıza gəldi xilafətin tribunasını vilayətin təbliğat meydanına çevirdi. Bütün xilafətin imkanlarını vilayətin təbliğinə sərf elədi, imamətin təbliğinə sərf elədi və elə bir dəyər qazandı ki, axırda gördü ki, uduzub. Məmun başa düşdü ki, uduzub. İmam Rıza əleyhissalam o izzəti var idi və o izzəti nəticəsində ona Allahın bəxş etdiyi imkanlardan istifadə edib imamət və vilayəti təbliğ elədi. Allah onun qəbrinin ziyarətini bizlərə nəsib eləsin inşallah. Onun qəbri çox səfalıdır. Kimlər gedibsə, çoxunuz gedib görmüsünüz. Onun qəbri çox nuranidir. Məşəd bizim ən çox sevdiyimiz ziyarətgahlardan biridir. Hər bir imamın qəbrinin özünə məxsus xüsusiyyəti var. İmam Rıza'ya İmam-ı Rauf deyirlər. Də bilirsiniz, mehriban imam. Bütün imamlar mehribandır. Amma hərəsində bir şəkildə o mehribançılıq təzahür edib. İmam Rıza'da o mehribançılıq sifəti daha çox zuhur eləyir. İmam Rıza'nın hərəminə Məşədə gedəndə elə bil kimsə sənə sığal çəkir. O məhəbbəti bütün vücudundan hiss edirsən. Doğrudan da qəribə bir yerdir. İnsan orada keçirdiyi halları dillə izah eləyə bilmir. Və Allah qismət eləsin onun qəbrinin ziyarətini. Qiyamətdə özü buyurub ki, kim mənim qəbrimin ziyarətinə gəlsə, mən də neçə yerdə, ən çətin məqamlarda gəlib onun əlindən tutaram. İmam Rıza Zəvvarının çox böyük bir məqamı var, çox böyük bir dərəcəsi var inşallah. Bizim də niyyətimiz var. İmam Rıza'nı bu Kərbəla və ziyarəti ərəfəsində gedək ziyarət eləyək. Allah bu il və hər il bütün arzusunda olanlara imamlarımızın hamısının və xüsusilə də İmam Rıza əleyhissalamın zərihinin qəbrinin ziyarətini nəsib eləsin inşallah. Çox sağ olun. Vəssalam.